22'si 4-cü ay 2026-cı il. Bax bu insan nədir? Gətirib töküblər bura. Şahbuzun icra hakimiyyəti hara baxır? İcra başçısı hara baxır? Bax bizim mal heyvan otlanacaq yerdir. Bax hal-hazırda da heyvan var burada. Heyvanat otaranı çəkmirəm. Bax burada hal-hazırda heyvan otlayır burada. Bax bu komalara baxın. İnsan nəcisidir bu. Ay cəmaət. Ay millət, xahiş edirəm hamınızdan. Baxın, bu insan nəcisidir. Baxın, o heyvan da otlayır burada. Bu xəstəlikdir. Bu xəstəlikdir. Bu Şahbuzun icra başçısı gətirdi tökdürür bura. Bunun üstündə bastı. Burada çölünün o tərəfdə də yer var. Onu çəkən bax bu. Oraya yer ayrılıb. Bunlar üçün yer ayrılıb. Reşotqanın içindədir. 3-4 maşında tökülüb bura. Bax burada tökülüb 3-4 maşında insan nəcisidir bu. O tüstü çıxan yer reşotqalı yerdir. Ora zibil tökmək üçün yer ayrılıbdır. Reşotqanın içindədir. 2 hektar, 3 hektara yaxın yerdir. Ora bax tökmürlər. Gətirəcək bizim mal heyvan otlanacaq yerinə. Baxın. Bu Şahbuzun icra başçısının səhlənkarlığıdır. İşçisinə söz keçirə bilmədiydi. Bax bura bu gündədir. Bunu da yerim paylaşanım Rəfail müəllim. Mən demişdim ki, hardan nə görsəm çəkib tənqid edəcəyəm. Yəni özünüzü qoruyun. Harda nəyiniz var çəkib tənqid edəcəyəm. Baxın, hal-hazırda da heyvan otlayır. İnsan nəcisinin içində. İnsan nəcisinin içində heyvan otlayır. Bu xəstəlik budur. Xəstəlik belə başa alıb gelir. Lazım olanlar adınızı çəkmirəm, gözünüz görəsiniz da. Görməsəz də gəlib sizə deyəcəklər.